də pul istəyir bələdiyyə də, hansını ödəyək? Bu ilə bağlı Demokrat Azda bir yazı var, istəyirəm sizlə paylaşım. Deməli, istər JEK tərəfindən, istər bələdiyyə tərəfindən insanlardan pul tələb olunur, pul istənir. Bəs hansını ödəməliyik? Bu ilə bağlı hüquqşünas Emin Aslanov vəkil Demokrat Azda açıqlama verib. Emin bəy qeyd edib ki, JEK-lər adətən binaların təmizliyi, bina fasadının yenilənməsi, blokların rənglənməsi, eyni zamanda həyətyanı sahələrin təmizlənməsi üçün pul istəyir, eyni zamanda zibillərin atılmağı. Lakin burada JEK ilə müqaviləniz varsa pul ödəməlisiniz, müqavilə yoxdursa pul ödəməyə bilərsiniz. Emin bəy həmçinin qeyd edib ki, bələdiyyələrə ödənişlə bağlı isə əgər ki 30 kvadrata dək sahəniz varsa bələdiyyələrə güzəşt alırsınız. Pensiyasızsa, eyni zamanda əlilliyi olan şəxsizsə, birinci, ikinci qrup, birinci, ikinci dərəcəli əlilsizsə, siz də güzəşt alırsınız. Amma digər şəxslər üçün 30 kvadrat güzəştdən əlavə ərazisinə görə qeyd olunan əmsala görə ödəniş olunmalıdır. Yəni JEK-in də, bələdiyyənin də təyinatı və ödənişləri fərqlidir və hamısının da öz şərti var. Ödəyib ödəməmək isə artıq sizin öhdənizə qalıb. Yəni JEK-lər hələ ki Sovet sistemi ilə idarə olunur, amma bunların ləğvi ilə bağlı da hələ ki bir qərar yoxdur. Bələdiyyələrə qaldıqda isə bələdiyyələrin də ki, əgər ki bələdiyyədə təyinata uyğunsuzsa və güzəştli kateqoriyaya aid deyilsinizsə, təəssüf ki pulunu ödəməlisiniz.